Hörmətli izləyicilərimiz, hər birinizə salamlayıram. Bu gün sizlərə şəxsi yaşam məqsədi üçün inşa olunan, çox gözəl, yüksək keyfiyyətə malik olan əla bir həyət evini təqdim edirəm. Sözün əsl mənasında əla bir evdir. Diqqətlə baxın. Kupçada olan yaşayış sahəsi 240 kvadrat metrdir. 5 otaqdan ibarətdir. 2 sot torpaq sahəsində inşa edilib. Yerləşmə yeri ərazinin ən gözəl, hündür və bütün kommunal xətləri daimi olan möhtəşəm ərazisidir. Yəni ev özü də möhtəşəmdir, yerləşmə yeri də möhtəşəmdir, tikiliş, təmir də inanılmaz. Satışda belə ev tapmaq bugünkündə çox çətin məsələdir. A-dan Z-yə istifadə olunan bütün materiallar hər biri yaxşısından seçilib, yerdən kürsülüdür, adam boyu hündürlüyündə zirzəmisi var, bütün otaqların altına zirzəmdən keçid qoyulub, həmçinin zirzəminin bütün otaqlarının pəncərəsi var. Əlavə olaraq terası, əlavə olaraq 2 eyvan sahəsi qoşadaşla tikilib, super, ideal bir gözəl evimiz satışdadır. Kommunallar ərazidə bir daha da qeyd edim, daimidir, qaz, su, işıq, kanalizasiyası var, sənəd ev də, torpaq da çıxarışdır. Şəxsi tikili evdir. Ev sahibi bu evi özü üçün inşa edib, sadəcə olaraq planlar dəyişildiyi üçün evi satmaq qərarına gəlib. Bura teras hissəsidir. Mətbəxdən terasa daxil olmaq mümkündür. Buranı istəsəz gələcəkdə cam balkonla bağlaya bilərsiniz. Diqqətlə baxsaz, mən sizə evimizin balkonundan ümumi görüntüsünü göstərəcəm ki, ev harda yerləşir. Yəni hündürlük baxımından, panorama baxımından. Masazır Qurtuluş 93 yaşayış kompleksinin yaxınlığındadır. Daxili hissəsi, daxili təmiri bizlərə bina evini xatırladır. Çünki çox gözəl səliqə ilə təmir olunub. Çöl hissəsi isə villanı xatırladır. Çox gözəl bir evdir. Baxın, belə bir gözəl geniş mətbəxi var. Bu hissədə evimizin qonaq otağıdır, lüstrü, pərdəsi. Qiymətdə razılaşma olacaq, bunu qeyd edim. Qaz, su, işıq, kanalizasiya var. Mərtəbələr arası hər iki mərtəbə monolit betonlu spotlar və gizli işıqlarla yığılmış qonaq otağı və birinci mərtəbədə yerləşən yataq otağı. Pilləkənin gözəlliyinə baxın. Belə bir gözəl bir yataq otağı da var. Tam qoşadaşla tikilib, istopolla əvəz olunub birinci mərtəbə. Hamam otaqları, duş kabini üçün yerinə kimi ayrılıb və kifayət qədər genişdir. Qardaş özü üçün bu evi inşa edib, yəni nə lazımdırsa artıqlaması ilə 1-ə 5 hamısını edib. Belə bir gözəl birinci mərtəbənin dəhliz hissəsi var. Qiyməti 185 min manat nəzərdə tutulub. Qiymətdə müəyyən qədər endirim olacaq. Qardaş dedi ki, yəni qoyduğum pulu götürmək istəyirəm evdən. Nə şişirdilmiş qiymət qoymamışam, evə nə xərc çəkmişəmsə, onu götürüb mənə kifayətdir. Torpağı da qiymətli yerdir buranın. Məktəbə, parka, bağçaya, əyləncə ticarət mərkəzlərinə, bir sözlə bütün yaşayış obyektlərinə yaxın yerdir. Görürsünüz, otaqların hər biri genişdir, hər biri işıqlıdır. Bura ümumi eyvanı, bura yataq otaqlarından digəri və sonuncu yataq otağı. Bu yataq otağının özəlliyi nədir? Balkon sahəsinə çıxışın olmağı. Ərazidə baxın buradır. Yəni hündürlük buradan bilinir. Duz Gölü, Qurtuluş 93 çox yaxın yerdədir. Panoramalı ərazidir, hündür yerdə, havası təmiz olan bir ərazidir. Buyurub zəng edib maraqlana bilərsiniz. Sağ olun.